Rusiyanın ən nümunəvi siyasəti mənə görə Leninin hakimiyyəti dövründə olubdur. Mən bu dövrü yeganə bir dövr sayıram ki, orada hər şey normal münasibətlər olub, cəmiyyət münasibətləri olub və bundan bir qədər əvvəl imperiya dövründə parlamentin yaradılması və bəzi demokratik proseslərin olması onun da sonu oldu ki, Rusiya dağıldı. Yəni demokratiyanı birdən-birə gördü, dözə bilmədi. Hələ bundan başqa Rusiyanın tarixində hansısa bir fəxr ediləsi, hansısa bir ağız dolusu danışılacaq bir tarix yoxdur. Düzdür, Azərbaycan dövləti ilə müqayisə etsəz, Rusiya 1000 dəfə yaxşıdır. Azərbaycanla vallahi Şimali Koreyanı da müqayisə etməyə başlayırlar. Belə getsə bizim işimiz ağırdır. Amma ümumilikdə bir super güc olaraq Rusiya çox təhqiredici bir qüvvədir. Özünə qarşı təhqiredicidir. Yəni dövlət dəyərləri yoxdur, hər hansı bir prinsipial dəyərləri yoxdur.